Ne var ne yok, keyfimiz, əhvalımız məni məhkəməyə veriblər. Mənim izləyicilərim məni məhkəməyə veriblər. Dünəndən məni öldürürlər. Görün yağışdan sonra təbiət nə gözəlləşir. Ay Allah, bir balaca da tozu torpağa alınır. Bir dənə yaşıllıqlara baxın. Sabahınız xeyir olsun, gününüz aydın olsun, işleriniz avanda olsun. İşe gecikmeyin, derse gecikmeyin, piyada gezin, aktif həyat tərzi keçirin. Aktif həyatı mütləq trenajörlarda yox, belə təbiətdə də keçirmək olur. Həm cibibə xeyir, həm canıba xeyir. Yaşıllıqlara baxaq, yola baxa-baxa getməyin nəyi pisdir ki, məsəl üçün. Baxın, daroşkaya baxın. Bu yolla mən hər gün səhər işə gedirəm. Niyə də yox? Bir yaşıllıqlara baxın. Gözəlliyə baxın. Bir dənə problem var. Yer yaşlı. Ola bilər ki, beni çiklendire üstümü maşınlar. Allah insaf versin, çiklendirmesin. Ay Allah, kara pişiği ne geçen de pişiydi. Ay Allah, ne güzel pişiydi. Bunu görün çekebilirim mi? Kaçıp girip ona. Bakın görürsünüz kara pişiği. Ne güzeldi. Hayvanlar güzeldi. Hayvanlar ailemi sevmək lazımdır. Onlar bizim küçük dostlarımızdır. Amma hamı təmizliyə riayət etməlidir. Bu şəxsən mənim fikrimdir. Necə ki insanlar təmizkar insanlar, pinti insanlar var. Elə də təmizkar heyvanlar və pinti heyvanlar var. Bir dənə fikir verirsiniz görərsiniz. Həqiqətən də çox müxtəlifdir. Hətta mən bu yaxınlarda bir elmi araşdırma okudum. Sən demə, heyvanların kilosu aparmağı onların ailə tərbiyəsindən çox asılıdır. Genetikasından çox asılıdır. Heç onu bilirdiniz mi? Məsələn, elə heyvan var ki, yırtıcıdır. Amma hücum etsin, insanlara zərər yetirsin, eləmir. Akazvetse onun valideynləri ona tərbiyəni ilə veriblər ki, özünüzü yaxşı aparın. Baxın, bizim də burada həyətdə, baxın, belə həyətimizdə pişikləri yedizdirənlər var. Çox qəşəng yemək tökürlər, su verirlər, yemək verirlər, hər şey verirlər. Çox gözəl. Bakın, yeptösüdüm, dəqiq istanacağım. Əslində tələsirəm. Prosta dedim, qısa müddətli bir dənə canlı yayıma girim. Sizlərlə salamlaşım. Mənə çoxlu yazı yazanlar olub. Onların hamısını screen eləyib paylaşacağım. Yəni mənim fikrimlə razı olmayanlar. Aha, güneş çox qırmızı. Hə. Onların hamısını sizlə paylaşacağım və biləsiniz ki, hər adam mənim fikrimlə razı deyil. Bəli, bu mənim subyektiv fikrimdir. Bir balaca həkimlik savadım da orada özünü göstərir. Bəh, gözəlliyə baxın. Ne gözəl binadır. Bəli, bura Bakıdır. Məndən soruşsunuz, doktor harada işləyirsən? Mən Bakıda işləyirəm. Və sizlərə də məsləhət görürəm ki, işə piyada gedəsiniz, bu gözəllikləri görəsiniz. Bakı təkcə probkalardan ibarət deyil. Həm də zibilləri görsünüz necə daşıyırlar. Həm də gözəl şəhərdir. Necə probka gözəl şəhər. Sadəcə siz onun başında gedirsiniz, görürsünüz. Piyada getsəz görərsiniz. Bəli, bura Bakıdır. Mənim ən çox sevdiyim şəhərdir.
Bakı gözəl şəhərdir. Allah işinizi avan diləsin, işinizi, yolunuzu düz gətirsin. Allah Mərdimazardan uzaq eləsin. Mərdimazar sözünün açıqlamasını fikirləşmisinizmi nədir? Mərdimazar, yəni mərdə məzar qazan insan. Yəni elə insanlar var ki, mərdə də məzar qazırlar. Bildiyiniz kimi tutun sezonu gəlir. Bəli, tut ağacları çox gözəldir. Bakıda da həddindən artıq çoxdur. Последствiyasını da bilirsiniz də. Sonra nə olur birazdan? Bütün yerlər kley olur. Mənə yazılarınızı oxuya bilmirəm. Tələsirəm işə. Qısa müddətli canlı yayım açdım ki, hamınızla görüşüm, hamınızın fikri ilə hörmət edirəm. Sadəcə olaraq mən həkim kimi öz məsləhətimi verirəm ki, bir balaca özünüzdən müğayət olun, heyvanlarınıza düzgün qulluq edin və qulluq olunmuş küçə heyvanlarından uzaq olun. Yəni, yeməyini ver, içməyini ver. Amma dünən mən gördüyüm səhnə, 2 dənə qız qolunun altından tutub küçə pişiyinin dodağından öpürdü. Bu nə dərəcədə doğrudur? Artıq dözə bilmədim. Fikirlərimi dedim. Öpürəm hamınızı. Allah işinizi avan diləsin. Canlı yayımı gözlüyün açıqlaması olacaq. Bütün bu dediklərimin hamısına sağ olun.